Uşaqlarınızı qohum, dost, tanış yanında alçatmayın. Əksinə, onları hamının yanında ucaltmağa çalışın. Bir insana hörmət eləsən, böyütsən, o kiçilməz. Ən fərqsiz, ən küt adamların da müsbət cəhətləri var. Çalışın müsbət cəhətləri uşaqlarınızda qabardın. Aşağı qiymət alanda deyin ki, daha yüksək qiymətə layiq idin. Mən görürdüm, sən çox əziyyət çəkirdin. Çünki uşaq inansa ki, bacarmır, həqiqətən bacarmayacaq. İnansa ki, küt uşaqdır, həqiqətən küt davranmağa başlayacaq. Siz valideyn olaraq uşağınıza necə baxsanız, o özü özünə inandıracaq ki, elədir. Siz ona bacarıqsız bir uşaq kimi baxsanız, onun bütün istedadları onda gizli qalacaq və o özünə həmişə bunu deyəcək: mən bacarmıram. Neçə yaşında olursunuzsa olun, əksərən özümüzə baxdıqda görürük ki, valideynimiz bizə necə baxıbsa, bizi necə dəyərləndiribsə, özümüzü hələ də elə hiss edirik. Valideynin səni əgər istedadlı olduğuna inandırıbsa, sən hələ də özünü istedadlı hesab edirsən. Ona görə də dostlar, əmanətlərimizə yaxşı baxaq. Onlar özlərini bizim sözlərimizdə tanıyırlar.